34-cü test gərginliyi sabit qalmaqla açsaq ampermetrin göstərişi. Ampermetr cəryan şiddətini ölçür. Dövrədə gərginlik sabit qeyd olunur. Açarı açsaq söylənirsə, ilk öncə qapalı halına baxmaq lazımdır. Qapalı hal olarsa paralellik var. Paralellikdə bu konstantdır və ümumi müqavimət R/2 olur. Daha sonra açarıqsa, baxın bu hissədən açıq olduğu üçün cəryan keçimi dayanacaq. Yalnız dövrədə bir R müqaviməti olacaq. Odur ki, R/2-dən R-ə gəlmək müqavimətin 2 dəfə artmağı anlamına gəlir. Digər tərəfdən də I bərabərdir U bölü R düsturuna görə U-muz konstantdır, sabit olduğu qeyd olunur. R 2 dəfə artarsa, cəryan şiddəti 2 dəfə azalır. 35-ci testdə də eyni şəkildə açarı açsaq, yenə də burada amma fikir versəniz, ampermetr R müqavimətli hissədə yerləşdirilir və aşağıdakı R müqavimətindəki cəryan şiddətini ölçür. Yəni bizim yuxarı hissəni açıq və ya qapalı halda saxlamağımızın heç bir önəmi yoxdur. Hər bir halda A ampermetri aşağıda olan R müqavimətindəki cəryan şiddətini ölçəcəkdir. Odur ki, burada qiymətdə heç bir dəyişiklik olmaz. 36-cı testdə isə ampermetr göründüyü kimi dövrənin girişində yerləşdirilmişdir və buradan gələn cəryan hər iki halda paylanacaqdır. Burada açsaq qeyd olunsa, ilk öncə qapalı halına baxırıq. Qapalıda paralellik var. Birini götürüb sayına bölürük. Eynidir çünki qiymət. Olacaq müqavimətimiz R. Lakin yuxarını açsaq, qeyd etdim ki, bura artıq işləməz. Aşağı hissədən keçdiyinə görə cəryan. Burada 2R müqavimətindəki cəryan göstərilir. Yəni müqavimətimiz 2R olacaq. Müqavimət göründüyü kimi 2 dəfə artmış olacaq. Müqavimət artarsa, yenidən bu düstur əsasən imiz 2 dəfə azalacaqdır. 37-ci testdə də əgər bu yuxarı hissəni, yəni buradakı hissəni açsaq və ya qapasaq da ampermetri aşağıdakı olan 2R müqavimətinin cəryanı ölçdüyü üçün biz buradan yenə də fərq edərək yuxarını açıb qapamağımızdan asılı olmayaraq eyni qiymət göstərəcək, yəni cavab dəyişməz. 38-ci testdə cəryan şiddəti ən böyük olar sabit gərginlikdə. Cəryan şiddətinin böyüməsi üçün O bölü R düsturuna görə O-muz konstantlı qeyd olunur. R-imiz azalmalıdır. Yəni bizim cəryan şiddətinin böyüməsi üçün R əgər azaldırılsa, ardıcıllığı azaltmalıyıq. Çünki ardıcıllı R-lər normal toplanarak qiyməti böyüyür. Baxın, 1-3-ü götürəriksə araya 2-si düşür, 2R olacaq. 2-4-ü götürəriksə həmçinin 2R olacaq. Lakin ya 1-2, ya 2-3, ya da 3-4 olaraq cavab verilərsə, bunu götürə bilərik. Çünki araya bir dənəsinin düşməyi qiymətin daha aşağı olduğunu göstərir. Məsələn, 1 və 2. Cavabımız A olacaq. Əksinə, cəryan şiddətinin kiçilməsi üçün müqavimət böyüməlidir. Müqavimətin böyüməsi üçün daha çox ardıcıllıq olmalıdır ki, düz toplanıb böyüsün. O da ki, 1 və 4 olacaq. 40-cı test, cəryan axan naqildə ardıcıl olaraq eyni müqavimətə malik ikinci naqili qoşsaq, cəryan şiddəti necə dəyişir? Cəryan axan naqildə əgər bir rezistor var və eyni müqavimətə malik ikincini qoşuruq. Fərzlə ki, birinci R-dir, lakin biz ikincini gətirib qoşarıqsa, eyni müqavimətlidir əlbəttə ki, bu R bu R olarsa, özü ardıcıl olduğu da qeyd olunur. O zaman müqavimətimiz 2R olacaq. Yəni, əvvəlki R idi, sonra 2R olursa, müqavimət 2 dəfə artırsa, cəryan şiddəti də 2 dəfə artarsa, cəryan şiddəti 2 dəfə azalar, bu konstantdır. 41-ci test də buna bənzər, sadəcə paralel olduğu qeyd olunur. İlk öncə 1 R-dir, sonra buna eyni müqavimətə malik ikincini paralel qoşuruq. Bu zaman müqavimət R olacaq R bölü 2. Görünür ki, müqavimət 2 dəfə azalır. 2 dəfə azalarsa, cəryan şiddəti 2 dəfə artmış olacaqdır. 42-ci testdə də öndəki testlərdən də göründüyü kimi buradan gələn cəryan bölünür. Yəni, bu ikisinin cəmi A1-ə bərabər olmalıdır. Çünki bu hissə bu hissəyə, daha doğrusu bu hissə bu hissəyə ardıcıldır. Yəni, İ'lər konstantdır. Tək halına böyük desək, İ1 böyükdür və baxın, burada ümumi müqavimət 2R-dir. Burada R-dir. Müqaviməti çox olan cəryanı az olur. Bu düstura görə baxın, İ bərabərdir, O bölü R-ə görə. İ-dən tərsdir. O zaman İ3 ən balaca da İ2 olmalıdır. Çünki müqavimət böyüdükcə kiçilməlidir. 43-cü testə baxırıq.
43-cü testdə də eyni məntiq. Tək qalanımız böyük olur. Lakin bu hissədə 1 erdir, amma burada r bölü 2-dir. Yəni paralellikdə r bölü 2 olur. Baxın, ən çox, daha doğrusu bu hissəni müqayisə eləsək, müqaviməti az olanın cəryanı çox olmalıdır. Yəni i3 də i2-dən böyük olmalıdır. Müqaviməti, baxın, burada r olsa da, burada r bölü 2-dir. Burada 2 dəfə azdır. Ona görə bu a3 a2-dən böyük olur.